Salam, hər vaxt xeyir olsun dəyərli qrup üzvləri. Bu gün mart ayının 25-idir. 24-ü möhtəşəm siqnallarla bizim qrup iştirakçılarımızın hər biri yüksək gəlirlə bazardan çıxdı və hətta çıxarışlar da etdilər, mənə atdılar. Demək olar ki, 100-dən çox uşaq çıxarış etdi, gəlirlərlə nəticələndi. Yəni dünən bizim verdiyimiz bütün siqnallar, yəni istər qızılda, istər gümüşdə, istər bitcoində, istər neftdə, yəni bütün siqnallar mükəmməl dərəcədə gəlirlə nəticələndi. Ən böyük gəlir bizdə, yəni deyək ki, tək qızılda baxaq, yəni biz səhər saatlarında bay əməliyyatları 4421-dən, sonra bay əməliyyatları 4433-dən, yəni biri 22 dollar, biri 10 dollar, biri qalxışla, biri 10 dollar deyəndə, yəni bir lotdan 1000 dollar edir, 10 dollar qalxışla. Yəni sonra qızılda sel əməliyyatları demək 4390-dan 20 dollarlıq enişlə, yəni bir lotdan 2000 dollar edir. Sonra bay əməliyyatları 4408-dən 26 dollar qalxışla, yəni bir lotdan 2600 dollar edir. Sonra demək qızılda digər əməliyyatlar, ən son əməliyyat, deməli sonuncu əməliyyat 4435-dən ən böyük gəliri bu verdi. Yəni 40 dollarlı bir yüksəlişlə bir lotdan 4000 dollar edir. Ondan sonra biz yəni neftə də alışları vermişdik, satışları vermişdik. Sonra diqqət yetirək, deməli dünənki əməliyyatlara. Gümüşdə 70.250-lərdən bay demişdi. Yəni o da gümüşdə mükəmməl gəlir verdi. Baxaq, gümüşə baxaq. Yəni bu da mükəmməl gəlir verdi, gəlirlə nəticələndi. Neftdə də demək həm satış əməliyyatları çox mükəmməl gəlir verdi. Demək, siqnal kanalında olan bütün siqnallar, tək burada biz deyək qızılda biz əməliyyatları açmışıq. Qızılda yəni siqnalları paylaşdıq. Burada yəni 6 siqnal qızıldan, deməli sonra gəlir 7-ci siqnal neftdən, 8-ci siqnal bitcoin'dan, 9-cu siqnal da gümüşdən. Yəni 9 siqnal mükəmməl dərəcədə öz əksini tapdı. Yəni siz də Telegram siqnal kanalına qoşulmaq istəyirsinizsə, yəni WhatsApp nömrəmizə yazın, biz sizi qoşaq. Deməli, səhər saatlarında biz satış əməliyyatlarını qızılda 4535-də satış əməliyyatları icra etdi və bu gün səhər saatlarında və deyək ki, deməli satış əməliyyatı 35-də, ardasa deməli 7 dollar, 8 dollarda bir gəlirlə nəticələndi. Gümüşdə də 72500-dən verdi, 71800-lərə qədər. Baxaq görək. Bu da gümüşdür. Yəni gümüşdə gümüşün bilirsiniz, yəni bu 5 qat qızıla nisbətən 5 qat gəlir verir. Bu da mükəmməl bir gəlirlərlə nəticələnir. Və indi gəlin qızıl görək nə edəcək. Yəni səhər saatlarında 140 dollar qalxıb 40 dollar enib və biz satış əməliyyatları olandan sonra dərhal deməli biz sığortalayırıq, yəni sığorta mütləqdir. Nə üçün? Yəni ikinci əvə gəlsə yenə deməli 4527-lərdən satış əməliyyatlarını verə bilərsiniz. Yəni bu dəfə 4500-lərə qədər yəni enməsi gözlənilir. Yəni kimdə satış əməliyyatlarına take profit stop loss qoymayıbsa, yəni gözləyə bilər. Alışlar, qızılda alışlar, yəni erkən alışlar bizdə 68-də idi, yəni yerində qalır, 68-lər yerində qalır, qızıldakı yəni yenidən 68-lər, yəni qiymət 67-30-lara qədər qalxdı, yəni 68-dən biz bay demişdik, 68-lər hələ olmayıb, yəni 68-dən yenidən bay əməliyyatlarıdır. Sel əməliyyatları yenidən 4527-lərdən verə bilərsiniz. Orada da ən azından bir 20 dollara bir enişlə nəticələnə bilər. Yəni ümumi istiqamət nədir qızılda? Ümumi istiqamət, yəni gördüyünüz kimi, təbii ki, baxmayaraq ki, belə bir downtrenddən çıxıb, amma təzyiq altındadır. Çünki belə bir dənə downtrend var əsas. Yəni bizə lazım olan tam olaraq alış əməliyyatlarını siz 5000-dən yuxarı formalaşandan sonra yenidən dirçəliş gözlənilir qızılda.
Səhər saatlarında, axşam da qəşəng, yəni yüksəlişlər oldu. Yəni 80 dollara, 85 dollar bir yüksəliş oldu. Eyni zamanda təbii ki, qızılın qalxması neftin enməsinə gətirib çıxardı. Neft də hardasa 5 dollarlıq dəyər itirdi. İndi neftin alışını biz harda verə bilərik? 101.50-lərdən alışlardı və 97-lərdə isə satışlardı. Gümüşə gəldikdə isə gümüşdə yenidən satış əməliyyatlarını açmaq istəyirsinizsə, deməli satış əməliyyatları 71.300-lərdən olacaq. Alışlar isə rahat bir şəkildə siz 72.550-lərdən təyin edə bilərsiniz. Gələk Bitcoin-a. Bitcoin dünən nə elədi? Bitcoin-a dünən biz alış əməliyyatlarını təyin eləmişdik və mükəmməl alışlarla nəticələndi. Biz yəni qalxış üçün 71.600-700-ləri nəzərdə tutmuşduq. Yəni qiymət hardasa 71.500-lərə qədər qalxıb bugün. Dünən də satış əməliyyatları, yəni satış əməliyyatları mükəmməl satış əməliyyatları gəldi. Yəni kifayət qədər endi. Bugün nələr olacaq? Bugün alışlar 71.800-lərdən alışlardır. Satışlar isə yalnız və yalnız 70-lərdən verə bilərsin uşaqlar. Ethereumda da Ethereumda alışlar etmək istəyirsinizsə səhər saatlarında, yəni Ethereum qıb və növbətimiz 2198-lərdən gələcək. Satışlar isə, yəni əsas satışlar deməli 2130-lardandır. Belə yenə fokuslanaq biz qızıla. Qızılda alış əməliyyatlarına, yəni satış əməliyyatlarına kimdə vardısa, sığortalayıbsa, yəni bu mükəmməl bir nəticədir, amma sığortalamayıbsa heç də yaxşı deyil. Nə üçün? Çünki yəni əsas sığortadır. Yəni biz adətən 5 dollar